Media və mədəniyyət əlaqələrindən danışacağıq. Media və mədəniyyət əlaqələrindən danışanda bir neçə nəzəriyyəyə, bir neçə anlayışa baxmalıyıq. Bu anlayışlardan ən məşhurlarından biri təmsil nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən media, jurnalistika gerçəkliyi sadəcə olduğu kimi təqdim eləmir, eyni zamanda onu özünə məxsus kodlar vasitəsilə sənətin, mədəniyyətin, ədəbiyyatın vasitəsilə yenidən inşa edir. Yeni media əsrində əvvəllər passiv mövqedə olan tamaşaçı, izləyici artıq aktiv mövqeyə keçib, fəal statusdadır. Çünki o, təqdim edilənə şərh yaza bilir, onu paylaşa bilir, interaktiv bir münasibətdədir bununla. Media və mədəniyyətdən söhbət gedərkən, ikinci yadımıza düşən anlayış isə dünyada artıq mədəniyyətşünaslıq anlayışının yerini tutan cultural studies, yəni mədəniyyət tədqiqatları deyə biləcəyimiz bir istiqamətdir. Bunun ən məşhur nümayəndələrindən biri də Stuart Hall'dur. Stuart Hall ideologiya və populyar mədəniyyətin mediada necə təmsil olunması haqqında, onların bir-birinə qarşılıqlı təsiri haqqında maraqlı tədqiqatlar aparıb. Onun tədqiqatlarında deyilir ki, hər media mətni qaçınılmaz şəkildə fərqli tamaşaçı qrupları tərəfindən fərqli şəkildə yozulur və müzakirə eləyir. Yəni, hərə informasiyanın kodunu bir cür çözür. Bu çözüm mərhələsində isə mədəniyyət, ədəbiyyat, sənət bizim əlimizdən tutur, bizə köməkçi olur. Ötən əsrin 90-cı illərində internetin, 21-ci əsrdə isə sosial medianın həyatımıza daxil olması ilə media və mədəniyyət özü də yeni bir mərhələyə qədəm qoydu. Sosial mediada onlayn rejimdə yazıların, videoların, memlərin, hashtag kampaniyalarının, emojilərin eyni anda dünyanın hər yerindən paylaşıla bilməsi yeni bir reallıq yaratdı. Bu yeni reallığa kulturoloji sintez deyirlər. Bunun ardınca Netflix kimi streaming platformalarının da yayılması ənənəvi kino və kinoteatr anlayışını dəyişdirdi. Artıq burada da hər ev müəyyən mənada kinoteatra çevrildi. Kommunikasiya nəzəriyyəsi haqqında ən məşhur sitatlardan biri ötən əsrin əvvəllərində məşhur kommunikasiya nəzəriyyəçisi olan Marshall McLuhan'ın bir fikridir. O, sadə şəkildə belə demişdi: media elə mesajdır. Bu fikrin mənasını belə izah edirlər. Bir fikrin, ideyanın daşıyıcısı, ötürücüsü olan media, yəni vasitə, forma, elə məzmunun özüdür. Yəni, qəzetdə olan məzmun, televiziyada olan məzmunla eyni olsa da, onların forması elə bu seçimin özü onun mahiyyətinə təsir edir. Məsələn, televiziyada hər şey sürətlidir, dinamikdir, deməli o mahiyyətcə kütləvi olmalıdır, müəyyən bir ritmdə sürətli olmalıdır. Qəzetdə isə hər şey daha aramlıdır, sakitdir, dinamikası daha aşağıdır. Deməli, istənilən halda qəzetdəki məqalə, yazı daha sakit, daha aramlı və bu mənada daha analitikdir. Deməli, informasiyanın ötürücüsü onu hansı vasitə ilə ötürməyi seçməklə elə həm də mesajı seçmiş olur. İlk baxışdan media ilə ədəbiyyat, sənət, mədəniyyət bir-birindən sanki ayrılmış yollar kimi görünsə də, əslində yaranışından bəri media ilə mədəniyyət həmişə bir-biri ilə iç-içədir. Bunu bəlkə də ən yaxşı Azərbaycan jurnalistika tarixində, Azərbaycan media tarixində görmək olar. Bizim mediamızı yaradanlar elə şairlər, yazıçılar, dramaturqlar, tənqidçilər idi. Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə və başqaları.